yine də həmin o qeydiyyatlarından anlatında görürsünüz, dəqiqdən o qeydiyyat uylar iki salmış orada var. Buna deyirlər xeyr qabil etimaddır. Düzdür, onun davasında bir dənə də xeyr edəcəmin söhbəti var. Çıxıb sən də gedəsən, düşəsən o məruf o məsələ var, deyirlər çərxi əssariyə düşəsən. İlk kafidir və qarışqaların birini eləyən, məsələ biraz iştibakidir. Giriftar olur, çərxi əssariyə. Boğət fırlanında aradan bilədir. Bəli, qabilə qəbul. Kitab yuxarı və sosial deyildir. Kitabın adı xeyəli cəmidir. Neymişsən bəsdir, Ceyiz Surovikin. Ağay Əkbər Əhmədə tərcümə edib, nəşri yeyildir. Sabi Hezarov, Sarsa Bilgiysən. İndi mən bunu nəməniyə cəhd edirəm xeyəli cəmidir? Həman qeydirəm o ruh məsələsini. Təbriz, Azərbaycan, nəmadı, kar qulluq, nəmadı, xeyəli cəmidir. Xeyəli cəmidə, o zaman xeyəli cəmi bəyənlərdə, o zaman xeyəli cəmi utur məsələni və meydanına bir qorayı hesab yaşayacaq. Sən tənəvvüa ehtiram qalib olsun, bu bizim şəhərimizdə var. Təkəssüra ehtiram qalib olsun, bu bizim şəhərimizdə var. Bizim Təbrizdə əqəliyyət yox olmalı. Bunlar sənət zəminəsini dişləyiblər, ticarət zəminəsini dişləyiblər. Ermənilər Təbrizdə, bazarı Təbrizdə və ay əvvəlin var. Nəxostin bankı xüsusi İran yolsatlar. İzarət xanə iqtidarı əlan sahimanlar gülçülərdə qalır. Əvvəlin bankı xüsusi, yəni müsəlman həmşənbə üçün dəxilin yeri taparını tapışıb, durma şənbə üçün sübcəvi ta, mən sənə belə pul vermişəm, mən pul vermişəm. Bu təkəssürə ehtiram duymaqdır. Bu xeyəli cəmiyyət. Xeyəli cəmiyyətdə bir nəfər bir söz deməz. Cəm söz deyir. Ələhəmdir, xeyləhəmdir. Bu bizim yine Təbrizimizdə var. Baxın, ehtiram şive hükümetleri. O şive hükümetleri ki, demək olar məişəti iyyatıdan sərçəşmə olur. Burada bizim hükümetlərdə, Səlcuqlar, Seyyid-Xanı var. Bunlar bir dənə xan, diktator ola bilmir. Niyə bunun üçün qudrət, qəbilələr bunun qudrəti məhdud edir. O nəmayəndə, o qəbail qulluqlar da ki, buna tərəfində məşğuliyyət verir. Burada da ki, xeyrəli cəmi hakimdir. Burada da ki, xeyrəli cəmi işini görür. Və o adam ki, eləyəblər yolundan çıxsın, onu istəyib yoluna getirsin. Fakat tarixdə də bizim nümunələrimiz var da. Lap belə yaxın tarixəcədə. O Səfəriyyə dövrəsində Məşrəq-i Doğru söhbəti ki var. Və sonra müntəqil oldu İsfahana. İran məmləkəti bir əcibə bir vəziyyət olmuşdur. Amma bu vəziyyətin əlaqəli yarınlaşdırıb kimlər olur? Qazada olur, Məhəmməd xan olur. Ki, ayı təxilən ayı zərgəyəcək bir kitab yazılarında olan Məhəmməd xan. Və rəsmən deyiləm elədi ki, mən Qazada Qazalı uğrunda nə mənə demişəm. Məxsusən bu bağımlı silsilə iştirak demişəm. Mən cəmaata avlatmışam. Mən öz öyrəşmişdim. Mənim tarixə öz ihadəm yoxdur. O adam bağımlı İran emruzudur. Yəni bu olmasaydı, mən Rəşədə Zəmniyyədən sonra Qarsavat getmişdim. Məhəmməd xan gəldi burada. Məmləkəti yığıldı. Bizim Təbrizdə vaqəən çox cəhətlərdən vaqələr lazımdır. Hələn bu bazarın bu mimarisi, şəhrimizdə olan bəzi tarixi əsərlər və cümləmizdə bəzən tarixi evlərimizdən olurlar, şəhərimizdə. Düzdür, məruf o zəlzələ 1193-dən mütərəfəli Təbriz Kurban Konfaya konu olub, o nəzət o yıxamət olub, o bağlı məruf seçimdə. Hər təhlişah, dəstür verir ki, hər kim Təbrizdə sərmətqılarını eləsə, neçə imaliyyətdən müafdır. Bunu təşvik edirlər. Bunu siz bazarı dolansınız, hamısını eyni görürsünüz. Bizim Təbrizdə bazarda, məsələn, timçi edilən timçi dövlət yoxumuzdur. Ya filan kəs adını yoxdur. Bazarın bütün adları ya sinfin adıdır, ya bağımların. Məsələn, Aysi Hüseyin Savadat-ı Şamdazanlandır bu adam. Ki, sonra bunun nəvadələrindən biri məruf profesör Ədlidir.